Herkese selamlar dostlar. Bugün sizlerle birlikte bugün Angeli Mangboard adlı bir oyun oynuyoruz. Bu da story mod var, bir de parkur mod var. Story moddan başlayalım. Chapter 1 diye. Ha, tam başladı. Bu oyun, bu desem bizim oynadığımız çakmasıdır yani bu. Yani doğrusu çünkü kaldırılıp yani. Abi karakter çok süratli qaçır. Bu qaçmaydı. Olsa süratli qaçırır. Hə dostlar, deməli gəlin videomuza keçək. İndi buradan çıxırıq deyəsən, aha. Karakterimiz sürətli qaçır gördüyünüz kimi. Bu bizim evimizdir. Bir yana da qonşu var. Bu qonşunun evidir dostlar gördüyünüz kimi. Biz bu evdəki gizemləri çözüb oyunu bitirməliyik. Bu garajın qapısı açılmadı. Niyə açılmır? Burada açar falan tapmalıyıq. Yine qonşu içəridə ola bilər. Diqqətli olmaqda fayda var. Allah. Dostlar devam edirik. Birdən qabağıma çıxdı. Zəhləm getmiş. Tez bura girməliyəm. Tez. Gir bura. Burada levye olmalıydı. O levyeni almaq lazım. Bağlı qapını. Gəlib eləyər sonra. Aha. Burada ne var? Abi iç başta qorxdum ha birdən elə gələndə. Nəysə. Düz buradadır ya. Bu düz buradadır ya. Zəhləm gedir abi bu qonşudan. Baxayım getmiş mi? Gedib deyəsən. Abi iç başta necə qorxdum Allah! Kaç. Kaç abi kaç. Ürəyim ağzıma geldi dur. Abi ne pis diye bu ya. Evin üst katına çıkmak istedim. Burada da. Yukarı çıktım. Her an gələ bilər. Ortağa mı gitsə? Abi biraz ekrandan uzaq qalmağa çalışacağım. Hala buralarda ne var ne yok. Bağlayaydı gelmesin bura. Tutulduk. Bilirdim tutulacağımı. Ben buradan sağ. Burada bir şey yok imiş dostlar. Ne çıxaq baxa görə harda diye bu. Allah evine bak abi eve bak. Ne boyda evi var. Bu dostlar çakmasıdır bu oyunun. Doğrultusu da var. Doğrultusu Play Market'te tabi şey virusluymuş da APK'ları virusluymuş. Yani ben ele eşittim. Ya bu oyunun çakmasıdır. Yani bu oyunda virüs yoktur inşallah. Yok abi ya olmaz. Burada mı? Yok burada değil. Ya yine geldi ya. Qartal kimi diye bunun gözləri. Dəqiqə dur, arxa həyətdən gedəcəm evə. Məzar var ya burada ya. Çox pis qonşu diye bu. Aha, bu nə? Aa, açılmır ha bu. Bu nə gicik səslər. Allah gəlir. Oradaydı gördüm. Gələ bilərlər. Burada levyeni də gördüm. Levyeni de gördüm. İndi gedib levyeni götürmək istəyirəm qonşu imkan versə. Aha. Maşına da gəlmirəm hə. Çıxay bir. Neyse dostlar levyeni götürdük bir dəqiqə. İndi burada taxtalar var. Tahtalar kırabilirim bununla. Yok kıramıyorum. Ben bu levyeyle ne inebilirim? Aha orada düz o kapının ağzına dayanıb gördü. Düz bak o levyeyle açmalı olduğumuz kapının ağzına dayanıb.
Ora özü sadəcə levyə lazım deyil, ora açar da lazımdır. Ona görə yəni. Ora həm levyə, həm açar lazımdır. Bu üst qata çıxsa əla olur. Hə. Çıxır. Qonşu. Sən yuxarı çıx. Mən də buraları sökəcəm. Sök, qaç. Qəşəng. Söktük, qaçdıq. Oh! Nifrət elə. Qorxdum, qorxdum. Dur. Ürəyim ağzıma gəldi. Birdən çıxır dostlar, bir də çox sürətli qaçır. Birdən insan qabağına çıxır, bir də çox sürətli qaçır dostlar. Bax, yenə düşür aşağıya. Ya, bu normal qaçışı çox sürətlidir. Sürətli qaçmağı da dəhşət sürətlidir. Mən yenə arxa həyətdən gələcəm. Abi, Granny 3 oynayanda bu qədər çox diksinməmişdim abi ya. İlk dəfə görəndə çox diksindim abi ya. Heç gözləmirdim, birdən çıxdı. Orada da bir açarlı qapı var. Ya, mən üst qata çıxmalıyam. Dostlar, mən buralarda yəni vaxt itirirəm də əməli başda. Bu levyə mənim əlimdəsə mən üst qata çıxmalıyam. Bir də var ya, üst qatda da qonşu ilə qarşılaşırmışıq. Üst qata getmə. O da gedir. Ged oraya sən. Çıx yuxarı, çıx. Ya, açılmır bu qapı. Ver bunu. Gələcək indi. İndi çıxacaq bir yerdən. Qorxacam. Allah, gəldi. Gəl, tut ayaq. Dostlar, Karan da like atıp abone olmağınızı istəyir. Dostlar, sağ olun. Özünüzə yaxşı baxın. Sonraki videolarda görüşək. Mən oynayamadım abi bu oyunu. Allah, dur, haradadır lan bu? Sil. Oynayamadım mən bunu. Sonraki videolarda görüşmək üzrə, sağ olun.